Səs gəldim, dedi ki, səsim də mənim belə ümumiyyətlə bu səs tonu atamda, anamda var idi. Hə, hə, anam da belə zəhmli qadın idi. Bu səs tonu anamda, atamda və gəldim, üzündən oxuyanda dedilər ki, bu mütləq şəkildə elə yarıyır. Yarıyır deyəndə həyəcan bürüdü. Ay, mən xəbərdən uzaq. Hazırlayırdılar, verirdilər. Amma sonradan getdikcə artıq özüm redaktor, özüm elədim hər şeyi, reportajlara gedirdim. Şəxsin nə demək istədiyi başa düşülür. Amma bir mütəxəssis qulağından nitq analiz olunduqda nitqin rabitəsinə və düzgünlüyünə dair bir neçə yanlışlıqlar ortaya çıxır. Məsələn, elə bu hissədə sözlərin cümlə daxilindəki birləşməsi, uyğunluğu, ardıcıllığında ciddi problemlər var idi. Və bu kimi hallar bir-iki dəfə yox, dəfələrlə təkrarlanır.